Salam əziz həmkarlar, əziz müəllimlər. Bu gün sizə təsviri incəsənət 2-ci sinifin dərsi ilə məlumat verəcəm. Qısa məlumatlarımı deyəcəm. Bu 2-ci sinifdə təzə nəşr olduğu üçün belə deyək, qısa mətnlərin bir çoxu yoxdur, qısaldılmış versiyasıdır. Onun üçün çalışacağım köhnə PDF-in, köhnə kitabın nəşrini tapım, PDF-ini tapım. Ondan video çəkdim. Əgər tapmasam, məndə olan kitabdan sizə rəsm çəkmə sizin üçün video çəkməyə çalışacağam. Hal-hazırda başlayaq biz yeni nəşrlə. Deməli müəllimlər, burada bizə diqqət yetirəcəyimiz yerlər əsas şəkilli əsərlərdir və mövzular haqqında qısa məlumatlardır. İlk öncə burada Səttar Bəhluzadənin Amsterdamlarında, daha sonra Yay əsəri Lətif Feyzullayevin, buna diqqət edin. Daha sonra boyalar haqqında məlumat verilib, akvarel, guaş, pastel haqqında məlumat verilib. Sırf bir dənə yağlı boya haqqında məlumat verilməyib ki, bu da köhnə nəşrdəndir. Mən burada adını çəkəcəm, məlumat verəcəm, qısa məlumat verəcəm. Lakin digər köhnə nəşrin dərsi ilə çəkən zaman orada mən sizə göstərəcəm inşallah. Deməli, akvarel boya incə şəffaf boyadır. İstifadə zamanı sudan çox istifadə olunur. Guaş boya şəffaflığı yoxdur, qatı boyadır. İstifadə zamanı sudan az istifadə olunur. Daha sonra pastel boya rəngli təbaşirlərdir. Bunu belə deyək ki, xətləri, ləkələri istifadə etmək üçün lazım olur. Həmçində pastel Latın dilində xəmir mənasını verir. Edgar Degas'ın Mavi Giyimli Rəqqasır əsəri var ki, bu pastel boyadan boya ilə işlənmiş əsərdir. O burada qeyd olunmayıb. Yeni köhnə nəşrdən video çəkən zaman mən sizə orada məlumat verəcəm və göstərəcəm. Üzr istəyirəm. Daha sonra burada rənglər haqqında məlumat verilib. Bizim əsas rənglərimiz 3 əsas rəngimiz var. Digər rənglər isə bu əsas rənglərin qarşılığından alınan rənglərdir. Əziz müəllimlər, bizim rənglərimiz, əsas rənglərimiz qırmızı, sarı və mavidir. Digər rənglər isə 3 rəngin qarşılığından alınan rənglərdir. Misal, sarı ilə qırmızı rəngin qarşılığından narıncı rəng alınır. Burada qeyd olunub mavi ilə sarıdan yaşıl rəng alınır. Bu rəngləri daha dəqiq öyrənmək istəyirsinizsə, müəllimlər, çalışın, özünüz boyaları bir-birinə qarışdıraraq alın, rəngləri özünüz hazırlayın. O zaman daha yaxşı belə deyək, yadda qalacaq. Daha sonra isti və soyuq rənglər. İsti rənglərimiz bizim qırmızı, sarı, narıncı, qəhvəyi rənglərdir. İsti rəng dediyimiz zaman bizə istiliyi, alovu xatırlatan rənglər nəzərdə tutulur. Soyuq rənglərimiz yaşıl, göy, mavi və bənövşəyi rənglərdir. Bu da soyuğu, buzu, şaxtanı xatırlatan rənglərə deyilir soyuq rənglər. Daha sonra Nadir Əbdülrəhmanovun Dağlı Qadın əsəri, Elmira Şahtantinskayanın Bahar Gəlir əsəri, bunlara diqqət edək. Arif Əzizin Moulin de Rouge və Ağırlı Tutuquşu əsəridir. Bunlara baxın. Daha sonra Bağır Maratının Mənzərə əsəri, Əli Səfərovun Qızıl Payız əsəri. Bunlara baxın, zəhmət olmasa. Və burada kompozisiya haqqında məlumat verilib. Kompozisiya nədir? Kompozisiya obyektlərin bir-birinə uyğunluğuna deyilir. Yəni, ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq. Bu kompozisiya adlanır. Bunu mən sizə Lordində desəm, misal biz rəsm çəkdiririk. Rəsm çəkdirən zaman, misal naturmort rəsmidir. Naturmortda əşyanı qoyuruq, hər hansı bir meyvəni, tərəvəzi birləşdiririk, yaşı qoyuruq, uyğunlaşdırırıq da, belə deyək. Bu kompozisiya adlanır. Misal burada qeyd olunub stol, ağaclar, göl, dağlar qeyd olunub. Bunlar hamısı kompozisiyadır. Daha sonra Güllü Mustafayevanın Balaca Esmira əsəri, Məlik Məmmədxanovun Narlar Miskablarının əsəri qeyd olunub. Buna baxarsınız. Ornament haqqında məlumat verilib. Ornamentdəki təkrarlanan naxışa deyilir. Baxın müəllimlər. Burada qeyd olunub. Təkrarlanan naxışda. Ornamentin 3 növü var. Nəbati, həndəsi və zomorovdur. Nəbati bitkilərdir bu. Sonra həndəsi, belə deyək ki, həndəsi motivlərdir. Zomorov isə heyvanların ardıcıl rəsminin çəkilməsinə deyilir. Burada baxın, bura nəbatini veriblər, həndəsəni veriblər.
Daha sonra simmetriya nədir? Simmetriya qatlamaq deməkdir, qatlamaq xəttidir. Bura simmetrik oxdur. Baxın müəllimlər, çəpənin üstündə qırmızı ştrixlərlə qeyd olunub. Simmetrik oxdur. Simmetri ümumiyyətlə qatlamaq xətti deməkdir. Mərkəzdən keçir. Qatlanan zaman qanadlar üst-üstə, kənar hissələr üst-üstə düşərsə, bu simmetriyadır. Əgər bu simmetrik ox o mərkəzdə deyil, kənarda olarsa, o asimetrik olacaqdır. Bu simmetriya adlanır. Daha sonra naturadan rəsm nədir? Naturadan rəsm qarşımızda olan varlıqların rəsminə deyilir, təsvir olunmasına deyilir. Naturadan rəsmdir bu. Aha, daha sonra baxın müəllimlər. Burada da ki, belə plastinin hər hansı bir figurun, obrazın hazırlama ardıcıllığıdır. Bu suallar düşür. Bu tipdə suallar olmasa da buna uyğun suallar olur deyə zəhmət olmasa bunlara diqqətlə fikir verin. Məsələn, plastindən hər hansı bir obraz yaratmaq üçün ilk öncə onu, fiquru yaparaq onu müşahidə, ən birinci hansı biz fiquru hazırlamaq istəyiriksə, misal hansı bir heyvanı hazırlamaq istəyiriksə, kiçik versiyasını onu müşahidə edirik. Daha sonra rəng seçimini müəyyənləşdiririk, hansı rəngdə olduğunu biz müəyyənləşdiririk. Ondan sonra onu hissələrə bölürük, onun hissələrini də fiqurdan belə hazırlayırıq, ən sonunda birləşdiririk və bu tamamlanır. Daha sonra burada qeyd olunub Mikayıl Abdullayevin Mənzərə dağlar əsəri, bunlara fikir verin. Sonra Davud Kazımovun bu əsər Zambaq və Natürmort, Tahir Salahovun Çiçəklər Nardaran əsəri. Buna diqqət verin, zəhmət olmasa. Həmçinin burada baxın, Natürmortun çəkilmə ardıcıllığı qeyd olunub. Yəni bunlara diqqətlə fikir verməyə lazımdır. Hansı ardıcıllıqla hansı rəsm çəkilir, fikir versəniz yaxşı olar. Daha sonra Albert Dürer'in Ev Dovşanı əsəri, Nərgizlər əsəri Mahmud Ağayev və Dənizkənarı Bulvar Axşam Çağı Kamil Əcəfzadə. Məndə bir məlumatlara görə bir müəllim paylaşmışdı. Bu Albert Dürer'in Ev Dovşanı əsəri belə deyək ki, qaranlıq otaqda saxlanılır. İldə bir dəfə bu sərgiyə çıxarılır və sərgi bitdikdən sonra qaranlıq otaqda bu əsər saxlanılır. Çünki bunun belə rənginin itmə ehtimalı olduğuna görə qaranlıq otaqda bu əsər saxlanılır. Daha sonra rəssam Maral Rəhmanzadə haqqında məlumat verilib. Maral Rəhmanzadə neftə aid rəsmlər çəkmişdi. Bu Tahir Salahovla qarışdırılır. Çünki həm Tahir Salahov da neft mövzusunda əsərlər çəkmişdi, Maral Rəhmanzadə də. Digər bir neçə rəssam var, onlar da neft mövzusunda işləyib, əsas bunlardır. Misal, Murad Rəhmanzadənin uşaqlığı Xəzər neft qoxulu Xəzər dənizində keçmişdi. Daha sonra neftçilərlə bərabər səyahət edib yaşamışdı, dənizə çıxmışdı. Ona müşahidə əsasında əsərlər yaratmışdı. Burada Günah Şüası əsəri Murad Rəhmanzadə və İstəqad əsəri var ki, bunlar hər ikisi də Murad Rəhmanzadəyə aid olan əsərlərdir. Daha sonra burada Cəlal Qarayağdı əsərlər qeyd olunmuyub nədənsə. Cəlal Qarayağdı heykəltaraşdır. Azərbaycan heykəltaraşlarından biridir. Əsasən öz yaratdığı heykəllərdə, hazırladığı heykəllərdə döyüş və əmək qəhrəmanlarının sürətlərini əks etdirmişdi və Böyük Vətən müharibəsində iştirak etmiş Həzə Əslanovun portretinin müəllifidir. Onun çəkdiyi, hazırladığı daha doğrusu əsər var ki, Çoban əsəri zəhməti tərənnüm edən əsərlərdən sayılır. Bu əsərlər burada qeyd olunmayıb, siz öz kitabınızda baxarsınız. Daha sonra musiqi sənətinin görkəmli nümayəndələri Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudovun portretlərinin müəllifidir. Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nərman Nərmanov kimi istedadlı tanınmış şəxsiyyətlərin də heykəllərinin müəllifidir. Daha sonra burada qeyd olunub Asif Cəfərovun Bağda Qar əsəri, Tağı Tağıyevin Neft Daşlandı Qış əsəridir. Bunlara baxarsınız. Daha sonra İshaq Levintan Bahar Çiçəklənən Alma Ağacı əsəri, Səttər Bəhlulzadənin Çiçəklənən Bağ əsəri. Bunlara baxın. Müəllimlər, Novruza aid 4 dənə rəssam əsər çəkmişdi.
Böyükçağa Mirzəzadə, Elmira Şahtantinskaya, Anar Hüseynzadə və Novruz Bayramı Xalidə Səfərova. Novruz Bayramı eyni adda iki rəssamın əsəri var. Xalidə Səfərova və Anar Hüseynzadə. Anar Hüseynzadədə əsasən iki dənə obraz əks olunub, çəkilib rəsm. Amma Xalidə Səfərovanın çəkdiyi Novruz Bayramı əsərində fikri verin. Burada xoruz döyüşləri əks olunub, daha sonra belə deyək də əyləncə oynamaqla qeyd olunub. Baxın, zəhmət olmasa. Yəni bunları ayırmağı birində diqqətlə fikir verin ki, göz yaddaşınızda qalsın. Bu Böyükçağa Mirzəzadə aiddir, rəqs edirlər. Aha, açılmadı. Aha, eyb yox. Kisildə bilsəm. Aha. Daha sonra Su Gözəlləri əsəri var. Əli Səfərovun əsəridir. Buna baxarsınız. Daha sonra burada qeyd olunub, təsəvvür əsaslı rəsm nə deyilir? Təsəvvür əsaslı rəsm əvvəlki müşahidə əsasına çəkilən rəsmə deyilir. Misal, hər hansı bir yerə gəzməyə getmişəm, hansı bir təbiəti müşahidə etmişəm və emalatxanaya gələndən sonra o rəsmi çəkmək istəyirəm və orada gördüklərimi müşahidə əsasında öz əsərimdə əks etdirirəmsə, bu təsəvvür əsasında rəsm deyilir. Daha sonra Mirzə Qədim İrəvani, Matələt xanım, Gəncoğlan əsəri, bunlara fikir verin. Bunlar haqqında, bu rəssam haqqında inşallah 4-cü sinifdə də məlumat verəcəm sizlərə. Daha sonra Lalər əsəri Mahmud Tağıyev, Süsənlər Xalidə Səfərova. Bunlara baxın. Və məşhur muzeylərimiz haqqında məlumat var. Deməli, muzey nədir? Muzey eksponatların qorunub saxlandığı yerdir. Burada qeyd olunub 3 muzey haqqında: Luvr, Topkapı və Ermitaj haqqında. Deməli, Luvr muzeyi Parisdə yerləşir. Əvvəl qala olmuşdu, daha sonra Kral Sarayı kimi fəaliyyət göstərmişdi. Bu muzeydə Azərbaycanın toxucuq nümunələri saxlanılır, xalçalarımız. Hətta xalçanın birinin üzərində 4 dənə əjdaha və sümrük quşunun mübarizə səhnəsi təsvir olunub. Həmin bu xalça da ki, Lüvrdə saxlanılır, eksponat kimi qorunub saxlanılır. Daha sonra Osman Salmanoğlunun düzəltdiyi bu birinci dolçu əsəri var ki, bu da 1190-cı ilə aiddir. Mən bunu inşallah sizlərə çalışacağım köhnə 2-ci sinifin nəşrində məlumat verəm və orada qeydlərdə göstərəm. Daha sonra Topkapı muzeyi var. Bu İstanbulda yerləşir. Topkapı muzeyi. Həmçinin burada da ki, Azərbaycanın sənətkarlarına aid əsərlər saxlanılır. Şah Təhmasibin geyindiyi 1528-ci ilə aid Polad başlı dəbliqə burada saxlanılır. İpək və yundan toxunmuş, qızıl və gümrük saplardan istifadə olunaraq toxunmuş namazlıq xalçası var ki, bu muzeydə saxlanılır. Daha sonra Şah İsmail üçün düzəldilən qızıl kəmər fraqmenti var ki, bu da bu muzeydə saxlanılır. Daha sonra Ermitaj. Ermitaj muzeyi də ki, Sankt-Peterburqun mərkəzində Neva çayının sahilində yerləşir. Deməli, Ermitajın tərkibində Qış Sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Ermitaj teatr binası və yenə Ermitaj daxildir. 1764-cü ildə Qış Sarayının ayrılmaz hissəsi olan rəsm qalereyası kimi yaradılmışdı Ermitaj ilk dəfə və burada 19-cu əsrə aid muzeydə belə deyək ki, əsərlər saxlanılır və Şərq mədəniyyət incəsənətinin şöbəsinin də Azərbaycana ustalarının hazırladıqları bürünc qab əsəridir. Baxın, bu əsər Tunç Şamdam əsəri, bu Alban hökmdarı Cavanşirin heykəlidir. Daha sonra Kaşif filtə var ki, bu burada qeyd olunmayıb. Bu köhnə üstə var, çalışacağım orada mən sizinlə paylaşam. Pir Hüseyn Sərdabası üçün hazırlanmışdı. Həmin bu eksponatlar da ki, Ermitaj muzeyində saxlanılır. Bugünlük bu qədər. İnşallah 3-cü sinifin dərsliyində məlumat verən zaman görüşərik. Çalışacağım metodik vəsaitlərdə yükləyim, oradan da sizə məlumatlar verim. Oldu. Sağ olun. İnşallah qısa vaxtda 3-cü sinif haqqında da məlumatlar paylaşacağım.